Ayşad yayında əsəbləşərək ailəmə problem yaratmaq istəyənlər var. Mən ailəmi şəxsiyyəti olmayan insanlardan qorumaq istəyirəm. Bugünkü gündə Hüseyni gözdən qoya bilmərəm və daha nələr dedi, nələr oldu, videonu izləyək. Kanala abunə olmağı, videonu bəyənməyi unutmayın. Bir insan öz qabında gördüyünü başqasının qabına atmaq istəyər. Fikir verməyin illərinə. Süpesi olanlara verdiğin kalesinde süpesi nedir? Süpesi. Rüşvet süpesi nedir? Badalova Gonca Hanım. İşinlə məşğul ol. Şübhəsi. Bizim şüphelerimiz yoktu, narahat olmayın. Biz özümüzden arxaydıq, narahat olmayın. Bizi özümüzlə səhv salmayın. Sizi qınamıram, verilişlərdə o qədər DNK temasını eşitmişsiniz ki, ona görə də elə bilirsiniz ki, vallahi biz özümüzü olduğumuz kimiyik. Şükür Allah, özümüzü də bilirik, özümüzü də tanıyırıq. Yox, qrip olmamışam. Sadəcə yox, biraz ağlamışam. Bir-iki şeyləri görürəm, əsəbləşirəm, ağlayıram. Görürəm, əsəbləşirəm, ağlayıram. Görürəm, əsəbləşirəm, ağlayıram. Görürəm, əsəbləşirəm, ağlayıram. Ne yazır? Hüseyin uşağı olduğu bilir, çünkü Hüseyin uşağı. Badalova Gonca Hanım. Əsəbləşməmək, reaksiya verməmək olmur bəzi şeylərə. Mən ailəmi qorumaq istəyirəm, özünə hörmət eləməyən, səviyyəsi yerində olmayan, əxlaqı yerində olmayan, mədəniyyəti yerində olmayan, özünə hörmət etməyən, şəxsiyyəti yerində olmayan. Hər kəsin şəxsiyyət vəsiqəsi var, amma hər kəsin şəxsiyyəti yoxdur. Şəxsiyyət vəsiqəsi verilir, şəxsiyyəti təsdiq edən, amma təsviflər olsun ki, bəzilərinin həqiqətən şəxsiyyəti yoxdur. Mən inşallah bugünləri axşam bir neçə açıqlamalarım olacaq. Canlıda inşallah ölməsəm, sağ qalsam. Hüseyin de gelsin. Bu Hüseyin'in kart hesabıdır. Dünəndən istəyənlər. Bugünkü gündə bizim çətinliklərimiz də var. Maddiyyat baxımından. $700 AZN bir değerli izləyicimizə borcumuz var. 100 AZN-də bir değerli izləyicimizə, 55 manat da lambarda borcumuz var. İnanıram ki, inşallah bizə izləyicilərimiz olaraq demək, sevinç, üzürü qoşa bilməyəcəm. Səni qoşsam hesabı sabitləyə bilməyəcəm. İnşallah WhatsApp'da danışarıq bacı Hüseyin, amma efirə gedəndən sonra danışarıq. Çünki mən hazırda Hüseynimi gözdən qoya bilmərəm. Çünkü bugünkü gündə mənim ailəmə problem yaratmaq istəyən, özünə hörmət etməyənlər var. Bugünkü gündə mən Hüseyini gözdən qoya bilmərəm. Nə olub, uşaq biraz narahatdır. Mən ümumiyyətlə narahatam. İnşallah bacı, WhatsApp'da danışarıq. Mənim ailəmə problem yaratmaq istəyənlər var. Hüseyin, özün də çox yaxşı bilirsən, sualı fikirləşməklə heç nə alınmır. Niyə qoymalıyam ki, tək? Biz bir ailəyik. Mən ailəmi qorumağa çalışıram. Mındar, tərbiyəsi, mədəniyyəti, əxlaqı yerində olmayanlardan. Mədə nəsə olsa demişəm, o şəxsiyyəti yerində olmayanlar cavab verəcəklər. Mən burada deyirəm, izləyicilərimizə şahiddir.
bir-iki nəfəri gözləyirəm, gəlsin, deyirlər rayondadır. Gəlsin, mən şəxsən özü ilə danışacağam. Birinci günü gözləyirəm, inşallah gəlsin. Lazım gəlsə elə bir adam var ki, mən bu günə kimi ondan heç nə istəməmişəm. Onu mən həvalə edəcəm həmin o şəxsə. Ayzer Sevdayı. Onlardan da çəkmişəm elə çəkdiyimi. Sonra da üzr istəyiblər. Eləməyin, üzr də istəməyin. Ən sevdiyim gül qızıl güldür. Amma bu rəngdə. Heç bir rəngdə yox. Qara qırmızı rəng xoşlayıram, amma ətir olsun. Qələt eləyir mən. Bizə heç kim maneçilik yarata bilməz. Sadəcə olaraq aləmdə problem yaratmaq istəyənlər var. O da problemin içine özləri düşəcəklər. Mənim ad günüm günü mən gördüyüm videolar, onunla yanaşı mesajlar özüm cavab verirəm Hüseynin yerinə. Ya Esmirə xalanı da deməm, Esmirə xala. Esmirə xalanı qatmıyorum bu söhbətə ümumiyyətlə. Sağlı olsun, axşam deyəcəm. Sübutlarla, əgər bu həyatda yaşasam deyəcəm. Çünki ağlarım var, üstünüzə sağlıq. Aleyküm salam. Ya Hüseyin o pizza səhifəsində deyəcəm, ya da bu kölgə səhifəsində deyəcəm. Ən sevdiyim rənglər, çox sevdiyim bax bu rəngdir. Bizi istəməyənlər əzizlərindən ayrılsın, əllərinə də xına yaxsın. Mən də bunları belə arzu edirəm. Mən ailəm qurmağa çalışıram, bu qədər. Qız yox, hər kəsə qız deyilmiş. Başa düşürsünüz? Hər kəsə xanım deyilmiş. Hər kəsə qadın deyilmiş. Qadın da, xanım da qız olaraq özünə hörmət edən insanlardılar onlar. Amma özünə hörmət eləməyənlər məxluqdular. Məxluq, iyrənc, zibil tullantısı, ayağın altında qalan toz torpaq qədər dəyər olmayanlardılar onlar. Başa düşürsünüz? Onlar yaxşı xanımların ayağının altındakı toz qədər ola bilməzdilər. Başa düşürsünüz? Hər kəsə xanım deyilmir, hər kəsə xanım deyilmir, hər kəsə xanım deyilmir. Xanım adına layiq olanlara xanım deyilir, hər kəsə kişi deyilmir. Kişi adına layiq olanlara kişi deyilir. Onu da qazanmaq lazımdır. Mədəniyyətə, etikaya, böyüyə, kiçiyə hörmət əlaməti ol. Birinci də özünə hörmət eləyərək. Sevdiyiniz müğənni. Sevdiyim müğənni Şöhrət Məmmədov xoşlayıram. Şöhrət Məmmədov da çox çətinliklərdən keçən bir müğənni olubdur. Ümumiyyətlə demək olar, bütün müğənnilər çətinliklərdən keçir. Elə bir həyat çətinlikdən keçməyən insan olmasın. Oyun istəyi atmıyorum, oynamıram. Mənə də oyun, bura girən kimi bəylər atır. Bir dəfə xanımlar atsın da, nə olar ki? Ekranı silin. Ekran tərtəmizdir, çiçək kimidir. Sadəcə olaraq telefonumun ekranı sınıbdır. Telefon ucu şüşəsi qopubdur. Dünən baxıram ki, şüşə belə gedir yuxarı hissəsi. Bəzilən Allah ağıldır, nə olar? Səccad aparım qoyurum. Bəz özümü narahat edirəm. Olub bacı, yaxşısan. Heç də yaxşı deyiləm, dəyərli izləyicilərimiz. Həmişə gizlədim sizdən, amma bugün gizləyə bilmirəm. İştahım yoxdur, inanırsınız. Bu
Burada 3 paçkadır baxın. Nutella. Üçü birindədir. Niyə? Qəlbim qırılıbdır. Çox qəlbim qırılıb. Çox pisəm. Qəlb qıranın qəlbi qırılsın inşallah. Ad günüm mənim qəlbim çox qırıldı. Çox qırıldı. Mən ümumiyyətlə ad günü keçirmirəm açığı. Atam dünyasını dəyişəndən sonra ümumiyyətlə ad gününə həvəsim yoxdur. Marağım yoxdur. Yəni həvəsində deyiləm də ad günü. Nə bayram keçirdərəm, nə ad günü keçirdərəm. Heç anam da belə. İştahımı da küstürənin iştahı küsəcək inşallah. Necə lazımdır. Mən ailəliyəm. Hüseyin ailəlidir. Başa düşürsünüz? Başa düşmək üçün baş lazımdır. Başın içində beyin lazımdır. Beyin içində ağıl lazımdır. Ağlın içində dərraka lazımdır. O da təəssüflər olsun ki, bəzilərində yoxdur. Çünki onlar özlərini hörmət etmirlər. Yiyəsizdilər. Belə deyim, mədəniyyətsizdirlər. Yiyəsiz, mədəniyyətsizlər özünə hörmət etməzdilər. Biri ailəlidir, yazır, mən cavab verirəm. Ona görə eləmirəm. Məndə bir dənə video var. Mən o videonu görürəm, şəkli görürəm. Mənə çox təsir eləyir. Niyə təsir eləməsin? Mən yoldaşımı qorumağa çalışıram. Çünki biz ailəyik. Ailəmi qorumağa çalışıram. Mənim yoldaşım abrına, həyasına bir tərs sıvışdırır, sakit durur. Amma bu demək deyil ki, kimsə bundan istifadə etməlidir, onun ağzının içinə gülməlidir. Kimsə bundan istifadə etməlidir, saçını, nə bilim, nəysə. Hüseyin belə əyləşibsə, kimsə saçlarını belə tökməlidir onun üstünə. Hüseyin abrına, həyasına sığdırır. Amma bu demək deyil ki, kimsə o hərəkətə yol verməlidir. Bəli, sevən insan sevdiyini qısqanar. Mən öldürəcək qədər qısqancam. Sən qısqandır. Mən indi müəyyən şeylər var, danışacağım, deyəcəm. Mənə kimsə zəng elədi, dəyərli izləyicilərimiz. Bir dənə baxın, üzr sayın. Yəni, mən canlıdayam, məni narahat eləməyin. Mən canlıda olarkən məni narahat eləməyin. Mən birinci günü gözləyirəm. Birinci gün inşallah şəxs gəlsin. Bu kimdir? Gözümdən. Nəysə. Mənə aptekçi xanım zəng elədi. Çəklə bağlı. Ona görə üzülürsən. Gördüm səs atdı. Səsinə qulaq asdım. Xəbəri yoxdur ki, mən canlıdayım. Mən də cavab verdim. Nəysə, canlıyı söndürüb yenidən açacağım, dəyərli izləyicilərimiz.